Gəlin belə bir test izahına baxaq. Bildiyimiz kimi Türkmənçay, Buxarest, Ədirnə və Gürcüstan sülh müqavilələrinin Cənubi Qafqaza aid bəzi şərtlərində müəyyən oxşar məqamlar var və çox vaxt abituriyentlər bu imtahanlarda bu suallara səhv yazırlar. Əvvəla sualın şərtində daha çox önəm verməliyik. Görək sualın şərtində nə deyir? Diqqət edirək bura. Deməli, sualın şərtində deyir ki, Gürcüstan sülh müqaviləsindən fərqli olaraq Ədirnə sülh müqaviləsində nələr baş verəcək? Bir də Türkmənçay müqaviləsində nələr baş verəcək? Deməli, bu iki müqaviləni biz Gürcüstan müqaviləsindən fərqləndirməliyik. Gəlin birinci baxaq, Gürcüstandan fərqləndirək Türkmənçay müqaviləsini. A variantında deyir ki, Qacarlar dövləti rəsmən qəbul edir ki, Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya veriləcək. Bu, həm Gürcüstan sülh müqaviləsində var, həm də Türkmənçay sülh müqaviləsində var, ortaq səhət hesab olunacaq. Bizə nə lazımdır? Türkmənçay fərqlənməlidir Gürcüstan müqaviləsindən. B-yə baxaq, Rus tacirlərində Qacarlar dövləti arasında müəyyən güzəştlər olunacaq. Bu müqavilə yalnız Gürcüstan sülh müqaviləsinə aiddir, Türkmənçay müqaviləsindən yox, bizə Türkmənçay lazımdır. C variantında deyir ki, Qacarlar dövləti Rusiyaya təzminat ödəməlidir. Bəli, bu düzgün variantdır. Çünki bildiyimiz kimi Qacarlar dövləti məhz Türkmənçay müqaviləsindən sonra Rusiyaya təzminat ödəməyi öz öhdəsinə götürmüşdür. Burada yalnız C variantıydı. Gürcüstandan fərqləndirdik Türkmənçay müqaviləsini. Keçək indi Ədirnə müqaviləsini Gürcüstan müqaviləsindən fərqləndirək. A variantında deyir ki, Rusiyanın Cənubi Qafqaza işğalını rəsmi şəkildə qəbul etdilər. Bildiyiniz kimi, deməli, həm Gürcüstan sülh müqaviləsində belə bir maddə var, həm də Ədirnə müqaviləsində belə bir maddə var ki, bunlar həm Qacarlar, həm Osmanlılar qəbul edirlər ki, Rusiya Cənubi Qafqazda möhkəmlənir, işğalçılıq siyasəti aparır və xanlıqları işğal edir. Bu oxşar cəhətdir, fərqli cəhətlər deyil. B-də deyir ki, ermənilərin Şimali Azərbaycan torpaqlarında məhkumlaşdırılması. Bəli, bildiyimiz kimi Ədirnə müqaviləsində belə bir maddə var, Gürcüstanda belə bir maddə yox idi və odur ki, burada yalnız B variantı olacaq. C-də deyir ki, İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi. İrəvan xanlığını Rusiya işğal edib 1827-ci ildə, xanlığın varlığına son qoyub 1828-ci ildə. Ədirnə müqaviləsi isə 1829-cu ildə imzalandığı üçün bu da müqaviləyə aid deyil. Deməli, düzgün variant 1-də olacaq C variantı, 2-də olacaq B variantı. Variantımız C. Bir də sizə bir şey deyim ki, məhz ermənilərin Şimali Azərbaycan torpağında məhkumlaşdırılması məsələsi Ədirnə müqaviləsində var. Bir də Türkmənçay müqaviləsində bu maddə var, amma bu maddə fərqlidir. Türkmənçay müqaviləsinin 15-ci maddəsində xüsusən göstərilmir ki, ermənilər məhkumlaşmalıdır. Burada göstərilir ki, məhz əhalinin köçürülməsinə razılıq veriləcək. Burada sadəcə ermənilər deyilmir Türkmənçay müqaviləsində və bu əhali amili nəzərə alan Rusiyada müəyyən ermənilər